Salamlar, yenə mən və Azərbaycanın olmayan kimyası. Test toplusunun səhv sualları barəsində izah çəkmişdim, amma bugün izah edəcəyim sualı orada deməmişdim. Ümumiyyətlə bu sualı uzun müddətdir belə, məsələn 2019-da bunu sosial şəbəkədə paylaşsam da izahını verməmişdim. Yəni fikrimi izah edəcəm demişəm, 2025-də izah edəcəsi oluram bunu. Gözlədim ki, yəni bunu kim deyəcək? Açığı bu top sual deməli sürət tarazlıq bölməsindən bu sualdır. V1, V2, V3 verilib, zamanlar verilib, həcmlər verilib və reaksiyanın izahı belədir ki, böyük, yəni ədədi qiymətcə həcm hansında daha çoxdursa, o reaksiya daha sürətli gedir. Yəni 33.6 litr qaz ayrılırsa ən sürətli budur. 22.4 biraz ondan az olduğu üçün sürət ondan yavaş və 5.6 litr ən yavaş V2, V1 və V3 sırasında sürətin artdığı deyilir, Y-bəndi. Sual bu cür izah olunur və mən bu sualı paylaşmışdım ki, burada bir problem var, fikrinizi yazın. Birazdan bu suala gələn rəylərə də baxacağıq. Və bu suala baxan bizim toplumu yazan akademiklər, hansı ki o toplumun arxasında sırav müəllim yoxdur da, baxırsan, hamısı ya fəlsəfə doktorudur, ya elmlər namizədidir və amma hələ qatılıq nədir bilmirlər və onların səyi nəticəsində sual səhv deyil də artıq bugün sual da səhvdir. 2023, bilmirəm ondan əvvəl verilib ya yox və 2025 təzə topluda bu sualı artıq səhv eləməyi bacardılar. İndi mən sualı özünü izah edeyim. Burada nədir məsələ? Mən digər videolarda da demişəm, bizim müəllimlərin, düzmə müəllimləri qınamaq istəmirəm burada. Bu qədər müəllimin bilgisiz olmağının səbəbi əlbəttə ki, nazirlikdəki o kitab yazanların savadsızlığıdır. Kitabı səhv yazırlar, özləri savadsızdır, suallar əzbər xarakterlidir və buna görə də bir çox müəllim bir çox şeyi səhv bilir. Sadəcə məsələ qazlar bölməsi, bu normal şərait, məsələn soruşuram 1 mol qaz neçə litrdə, hamısı deyir 23.4, yəni bu qədər səhvin olması, yenə deyirəm, kitabda o qazlar bölməsini ümumiyyətlə izah eləməklər, sadəcə bununla da bitmir. Kimyəvi rabitə, elektroliz, lapistilik effekti, məhlullar bölməsində belə səhv eləməyi bacarıblar bunlar. Və müəllimləri də azca, yəni o səhv eləyən müəllimləri qınayıram nə üçün? Yəni kitab səhvdir, heç olmasa sən üzərində çalış. İndi mən bu sualı izaha 27-ci sualdan başlayıram. Çünki 27-ci sual biraz sadə formadadır deyə bunu yazıblar, düz yazırlar. Məsələn, hamısından soruşsan ki, sürət düsturu necə hesablanır kimyada, necə yazırlar? Nəqliyyat deltası bölək delta T mənfi ilə. Məsələn, reaksiya girənlərə görə bunu dil deyir, amma beyin dərk eləyir, indi ona baxacaq. Məsələn, 27-ci sualda burada qrafikdə X, Y, Z qazlarının kütlələri verilibdir və onlara uyğun molyar kütlələr verilibdir və molyar kütlələrdən görürük ki, hər biri burada 1 mol nəzərdə tutulub və bu sualda qabın həcmini də verir. Yəni göstərir ki, sən moldan sürət tapa bilməzsən, sən qatılıq hesablamalısan, eyni ilə sürətdə, düsturda qatılıq verildiyi kimi. Yəni burada düz yazıblar. Mol bölək litr, deməli hər biri 1 moldursa, eyni həcmdə gedirsə 1 böl V, 1 böl V, 1 böl V, üçünün də qatılığı eynidir, zaman da eynidirsə, cavab C-bəndi sürətləri eyni veriblər. İndi 28-ci sualda normal şəraitin içinə girib, bütün aləm dəyib bir-birinə. Burada baxırıq, mən indi bu kitab yazan bir çox müəlliflərə gözəl bir qayda deyirəm, bunu da yazın kitabınıza, bəzi cümlələrimi oxuyuram kitablarınızdan onsuz. Deməli, yazın, eyni şəraitdə qazların qatılıqları bərabərdir, eynidir. Eyni şəraitdə qazların qatılıqları eynidir. İndi nə deməkdir, bunu da biraz izah edeyim, çünki bilirəm ki, bu qaranlıq qalacaq bir çoxuna. Deməli, S bərabərdir N böl V. İndi baxırıq, 22.4 litr normal şəraitdə neçə mol deməkdir? 1 mol. 1 mol bölək 22.4. İkinci qazı 5.6-dır. Yəni, bu molu mən neçə dəfə artırıb azaldıramsa, həcmi də o qədər dəfə artırıb azaldıramsa, deməli, nisbət dəyişməyəcəkdir. Amma yenə də göstərim. Məsələn, 5.6 litr 0.25 moldur.
0,25 bölü 5,6 bu da 1 bölü 23,4'dür. Yəni normal şəraitdə qazların qatılığı, bütün qazların qatılığı normal şəraitdə 1 bölü 23,4'dür. Bu dəyişmir. Və deməli, o zamanlar eyni, qatılıqlar eynidirsə, deməli sürətlərim də bərabərdir. Cavab A bəndidir. Zəhmət olmasa bu sualı da yeni topluda ya dəyişdirin, ya düzəldin. Yəni mən sizə deyim, ya da dəyişdirin deyəndə dəyişdirməyi bacarmışsınız. Bu sözü silirsiniz əvvəla, bir testin altına üzr istəyərək də silə bilərsiniz. Çünki 22,4 litr, 5,6 litr, 33,6 litr. Necə eyni həcmli qabda ola bilər? Bunun da səbəbini mən deyim yenə. Bizim müəllimlərin bu qabın həcmi ilə bağlı təsəvvürü, qazın həcmi ilə bağlı təsəvvürü yoxdur. Mən bunu aşağıdakı sualda bugün sübutlarla danışacağım. Şəkil qoymuşam ora. Yəni müəllimlər deyir ki, 5 litr qaba 3 litr qaz doldursam 2 litri boş qalacaq. Yəni bu eyni həcmli sözünü silirsiniz, sual olduğu kimi qalır, cavab da və bəndi vermirsiniz, o verdiyiniz izahlar. YouTube-da hələ bəzi müəllimlər, bəzi yox, bir çox müəllimlər bunu Y cavabı verir. Toplunun bütün sualını izah edib, sonra axırda deyir ki, vaxtım yoxdur mənim, vaxtın olsa neyin, toplunu mu yiyəcəkdin sən? Vaxtın yoxdur, amma bütün sualı izah eləmişsən, izah da deyil, arxada nə cavab verilir, onu deyil. Cavab burada olacaq, A bəndi. Aşağıdakı sual deyil, onun taydı, yəni laf tutaq ki, birində çaşdın, ikincidə niyə çaşırsan və neçə ildir niyə çaşırsınız? Yəni bu sualda çaşma söhbəti yoxdur, sırf savad səhvidir. Və bu suala gələn rəylərə baxaq, yəni mən illər öncə bu sualı paylaşımda izah vermədim deyə, indi bu paylaşıma baxdılar, o səhvi elədilər. Burada yazıb ki, müəllimimizin biri, həcm olmadan müqayisəni necə aparsın yazıq uşaqlar? Həcm var da, niyə yoxdur ki? Burada bir müəllim də deyir ki, sual düzdür, amma yazdığı cümlələri mən başa düşmürəm. Reaksiyanın sürətləri məhsulun verilmiş həcminə uyğun hesablanmalıdır. Sürət həcmə uyğun hesablanmır. Deyir, normal şərait verilibsə, deməli qazlar toplanan qabların həcmi 23,4 litrdir. Qazlar toplanan qablar, normal şərait verilibsə, qab mütləq 23,4 litr olmalıdır. Fikrə bax. Deyir, səfərdadır, mol miqdarı böyük olanın sürəti də böyükdür. Necə yəni, mol miqdarı böyük olanın sürəti də böyükdür? Sürət qatılığı ilə hesablanır. Nəsə, bu rəylərin daha hamısına baxmıram. Ya da baxaq, maddə miqdarı yoxdur. Biz bilmirik ki, bu maddələrin qatılığı nə qədərdir. Bu tərəfdən yanlışsa, məsələ tam deyil. Yox, qatılığını bildik, hesabladım. Kifayət qədər etdiyim nə bilim, nəsə. Məhsulun qatılığı sürətə təsir etmir. Qatılıq sürətə, düstur soruşsan deyəcək delta S bölək delta T ya da T zaman. Amma neysə, deyir reaksiya dərin düşünsək, deyir ki, dərindən düşünsək B variantı olur. Dərin düşünmüyüm. Burada yenə Y variantı deyən müəllim var, həmin yazıda deyəsən. Sonra sürət məhsulun qatılığından asılı deyil. Belə müəllimlərin fikridir. Neysə, hamısını oxumuram. Yazır, reaksiyaların sürəti yox, reaksiyanın bu məhsullara görə sürətlərini müqayisə edin olmalıdır. Yəni, rəylərin hamısını oxumadım, belə videonu dondurup baxa bilərsən, hamısı səhv fikirlərdir. Belə səhv tutmağa çalışan müəllimlərimiz də, yəni paylaşılıbsa, deməli, burada bir səhv var. O belə postda duran əskər qaranlıqdan bir səs gəlir, bilmirəm hardan gəlir, belə dəxlisiz yerə güllə atır, bəlkə dəydi. Bu müəllimlər də onun kimi başlayıb belə atmağa da bəlkə tutuzdurdular. Normal şərait haqqında və qazların xəstələri haqqında bilgisizliyi göstərən bir sual daha. Yəni bu topluda bunu mən deməli o dediyim test toplusunda bəzi səhv suallar barəsində video çəkmişdim. Ondan sonra bu sual dəyişdirildi. Məsələn, burada normal şərait deyib təzyiqini müqayisə edin deyə soruşur. Bu sualı fizika müəllimləri daha yaxşı görər. Məsələn, burada laf normal şəraitin canlı cəhənnəmdə, indi təzyiq tutaq ki, dəyişir. Yəni, buranı 32 qram qəbul eləsəm, deməli, bura 1 mol oldu. Qablar da 22,4 litr. Məsələn, bu qab 22,4 olmalıdır ki, normal şərait olsun. M burada dedim ki 32 ise, deməli, burada da 32 litr oldu. Qab daxı 22,4 litr idi. 32 litr 22,4 litrin içinə necə yerləşdirdik? Ay müəllif,
Elmlər Akademiyasının fəxri üzvü, bu sualları yazanlar bizim hamısı fəlsəfə doktorudur. Toplumun arxasına baxsaq, hamısı yenə deyirəm, böyük elm adamlarıdır. Elə bir ovucumun içinə dünya yerləşdirmişəm kimi çıxır burada. Sonra müəllimlərimiz ruh bərabər deyim, belə beyni də bilmir desəm, deyirlər ki, bu qədər də olmaz. Yenə deyirəm, müəllimləri bəzilərini qınayıram. Öyrənməyə çalışan, öyrənmək istəyən müəllimlərimiz də çoxdur. Onları heç, amma belə özünü bilirmiş kimi aparan insanlar, kitab yazanlar və nazirlikdə gedib işləyib başımızı oynatanlar, bunlar mənim heç xoşuma gəlmir. Bu suala baxaq. Deyir ki, eyni həcmli qablardır götürülmüş bərabər kütləli. Baxın, rho bərabərdir M bölək V. Rho bərabərdir M bölək V. Bu sualda eyni həcmli, eyni kütləli. Necə ola bilər sıxlıq burada dəyişsin? Və eyni həcmli qablarda götürülmüş bərabər kütləli qazlar. Deməli, hamısı M böl V. Burada sıxlıq hamısı eynidir. Burada eyni olan cavab yoxdur. Və bu sual hara düşür? RFM-ə düşür. RFM 7-ci siniflərin fən müsabiqəsi. Deyiblər ki, birinə sən ən savadlısan, götür bura sual yaz, o da yazılır. Və RFM-i də bu arada Olimpiada adı kimi satan müəllimciklər var. RFO yazıb belə səhifədə adının altına. Amma yazanda ki, o barədə statusda paylaşmışam. RFO hazırlığı keçirsiniz mi müəllim? Deyir, keçmirəm. Vaxtım yoxdur. Yəni, sən nəyə vaxtın var? Təkər qaraldırsan, deyirsən. Yazımsan o adı keçsə. Yəni, ağıllı görünüm, amma keçmirəm. Məsələn, bu suala gələn rəylərə baxırıq. Deyir, qabın həcminin eyni olması, qazın həcminin eyni olması demək deyil axı. Yəni, qabın həcmi başqa, içindəki qazın həcmi başqa ola bilər. Əzizlərim, bir çox YouTube'da müəllimlər əziz deyil, müraciət edir, mən deyildim. Qaz maye kimi deyil, o qabın içinə dolduranda dibi doldurmur. Qaz yayılır, qabı tam doldurur. Məsələn, rəyinə güləndən sonra müəllimə yazıb ki, burada gülməli olan statusumuzdur. Eyni həcmli qablara müxtəlif qazlar vura bilərsiniz, lap kütləsi də eyni olsun. Sıxlıq sabit kəmiyyət ola bilər. Qazın sıxlığı sabit deyil. Nəzərə alın ki, törəmə anlayışdır sıxlıq kimin törəməsidir? Belə fərz edək, ikimiz də qazla işləyən avtomobilimiz var. Eyni ölçülü qabdır. Siz butan vurdunuz, mən propan. Sıxlıq eynidirmi? Bəli, eynidir. Eyni həcmli qablara bərabər kütləli qazlar vuranda rho bərabərdir M böl V. Sıxlıq eynidir. Ay bizim müəllim. Sualda yeganə səhv normal şərait. Bu sualda da bu arada qeyd eləmişdim. Normal şərait yenə yazırlar. Bərabər kütləli, bərabər həcmli qaba, bərabər kütləli qaz vuranda bu nışıda qaz yazdısa müəllimlərimiz nışını hər yerə yapışdırmalıdır. Nışının səhv olduğunu da demişdik burada. Deyir, 5 litrlik qaba vurduğunuz hidrogenlə oksigen qazlarının hərəsinin nösəcmi olacaq. Baxın suala, cümləyə. Bu bizim yenə müəllimimizin fikridir. Nəysə, burada yenə müzakirə davam edib, mən sadəcə əşid edim, getdim. Və yenə tarazlıq bölməsindən, məsələn, deyənə, qınaqlar faydasızdır deyənlər üçün göstərirəm. Məsələn, videodan sonra dəyişdirilən bir sual. Yəni 2 reaksiyasında 360 kJ istilik yudulur. Yəni onun tarazda qatılığını soruşur burada. Bu sual izah eləmişəm, videosu var. Artıq dəyişdirilir, düzdür 2 litr burada qalır. Sonra məhlullar bölməsindən bu suallar var idi. Müəllimlər və şagirdlər görsə tanıyar. Eyni şey bir dəfə həcmi kütləsindən çox, bir dəfə kütləsi həcmindən çox olurdu. Akademiklərimizin səyi nəticəsində və sual burada da dəyişdirilib, artıq yeni topluda başqa cür verilibdir. Burada da çəkdiyim kimya müəllimlərimizin, bizim FD müəllimlərimizin, FD yəni fəlsəfə doktorudur. FD müəllimlərimizin kitablarıdır ki, bunların səhvləri haqqında danışıram, amma yenə də kitab yazmağa davam edirlər, çünki bir, nəzarət yoxdur, iki, alıcı çoxdur. İnsanlar
bilgisizdir. Nazirlik düzənməli bir kitab qoya bilmir ortalığa və çaşbaş qalan insanlar daim gedib kitab almağa çalışır, amma almayın. Yəni bunların yazdığı kitab Dimin kitabının kopyası plus səhvin üstünə səhv gəlir. Mən bu videolarla göstərmişəm. 3-4 kitab çəkmişəm belə. Bu da bizim nazirlikdə yeni kitablarımızı məhv edən şəxsiyyətimizdir. Allah kömək olsun. Yəni mən bu insanlardan sizləri ancaq bu qədər qoruya bilirəm. Buna gücüm çatır. Biz kitablara senzura yoxdur. Hətta vaxt gələcək mənə senzura tətbiq edəcəklər ki, bəlkə də video çəkmə, demə, sən nə bilim sözlə deyən kimi sən insanları təhqir edirsən, təhqir yoxdur burada. Nəsə sözü ora-bura çəkməklə mənə qarşı çıxırlar, təəssüflər olsun. Allah da sizin köməyiniz olsun, sağ olun.